Ailəvi məkanda qadın müğənninin bu geyimi və çıxartdığı ehtiraslı səs cəmiyyət tərəfindən birmənalı qarşılanmıyor. Belə ki, insanlar həmin o müğənninin geyimini, hərəkətini, onun etdiyi hərəkətlərin orada iştirak edən uşaqlara, eləcə də ora gələn insanlara, uşaqlara, qızlara pis təsir edəcəyini düşünürlər. Onların tərbiyəsinə, onların gələcək həyatına, onların dünyaya baxış bucağına mənfi təsir edəcəyini və onların da həmin o qadın kimi, müğənni kimi olmaq istəməklərini cəmiyyətə daha böyük fəlakətlərə gətirib çıxaracağını düşünürlər. Sizcə belə ailəvi məkanlarda belə insanların, belə müğənnilərin olması düzgündürmü və yaxud da ki, onlara qarşı hansı mübarizələr aparılmalıdır, hansı addımlar atılmalıdır? İnsanlar niyə elə restoranlara öz uşaqları ilə, ailəsi ilə bir yerdə gəlirlər? Fikirləriniz maraqlıdır.